بسم الله الرحمن الرحيم بسم الله الرحمن الرحيم الحمد لله رب العالمين والصلاة والسلام على أشرف الأنبياء والمرسلين سيدنا ونبينا ومولانا محمد وعلى آله وأصحابه أجمعين رب اشرح لي صدري ويسر لي أمري واhlul uqdatan min lisani yefqahu qawli. Allah Azze ve Celle'nin izniyle İbn Rəcəb Əl-Həmbəli rahimahullahın təfsirini oxumağa davam edirik və sonuncu dəfə Ali İmran surəsində qaldıq. Və bugün də Ali İmran surəsinin bəzi ayələrini təfsir edəcəyik Allahın izniyle. Allah Azze ve Celle Ali İmran surəsi 170-ci ayədə buyurur ki, 173-cü ayədə اَلَّذ۪ينَ قَالَ لَهُمُ النَّاسُ اِنَّ النَّاسَ قَدْ جَمَعُوا لَكُمْ فَخْشَوْهُمْ فَزَادَهُمْ اِيمَانًا وَقَالُوا حَسْبُنَ اللّٰهُ وَنِعْمَ الْوَكِيلِ. O kəslər ki, bəzi adamlar onlara, cəmaat sizə qarşı ordu toplayıb, onlardan qorxun dedikdə, sizə qarşı cəm olublar, sizə qarşı birləşiblər, onlardan qorxun dedikdə, bu söz onların imanını daha da artırdı. Və onlar, Allah bizə yetər, o nə gözəl vəkildir dedilər. Allah Azze ve Celle bir qulu müvəffəq etdikdə, onun qorunmasını, hidayətini, doğru yolu tapmasını, müvəffəqiyyət qazanmasını və borçlarını ödəməsini öz üzərinə götürər. Buna diqqət edin qardaşlar. Allah Azze ve Celle bir qulu müvəffəq edərsə, onun qorunmasını, hidayətini, doğru yolu tapmasını, müvəffəqiyyət qazanmasını və borçlarını ödənməsini öz üzərinə götürər. Allah Azze ve Celle bir qulu tərk etdikdə isə onu öz nəfsinə və başqalarının əlinə təslim edər. Buna görə də hasbunallah və ni'məl vəkil, Allah bizə yetər, o nə gözəl vəkildir cümləsi çox mühüm bir sözdür, çox mühüm bir cümlədir. İbrahim əleyhissalam o da atıldıqda bu sözü söyləmişdir. Allah Resulü sallallahu aleyhi və səlləmə İnsanlar sizə qarşı ordu toplayıb deyə xəbər verildikdə, Allah Resulü sallallahu aleyhi və səlləm də bu sözü söyləmişdir. Allah Azze ve Celle'yə təvəkkül etməyi bacaran kəsi Allah başqasına təslim etməz. O özü həmin qulu qoruyar. Təvəkkülün əsli bütün işlərin öhdəsindən gələ bilənə həvalə etməkdir. Təvəkkülün əsli nədir? İşlərini bütün işlərin öhdəsindən gələ bilənə həvalə etməkdir ki, o da yalnız və yalnız Allah Azze ve Celle'dir. Kim hidayəti, qorunmasını, qələbəsini, ruzisini və digər dini və dünyavi işlərdə Allaha təvəkkül edərsə, Allah onun xeyrinə olan bütün işləri öz öhdəsinə götürər. Çünki Allah Azze ve Celle iman edənlərin dostudur. Allah Azze ve Celle'nin rəhmətinə güvənməyin həqiqəti budur. Bir duada Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, halbuki mən sadəcə sənin mərhəmətinə güvənirəm. Bu hədisi Abdurrazzaq hakim rəvayət etmişdir. Allah Azze ve Celle'yə təvəkkül edən kəs, Allahın onu qorumasını və nəfsi ilə baş-başa buraxmamasını haqq edən kəsdir. Kim Allah Azze ve Celle'yə həqiqi mənada təvəkkül edərsə, onun qorunmasını və onu nəfsi ilə baş-başa buraxmamasını haqq edən kəsdir. Sonra Allah Azze ve Celle buyurur ki, لَا تَحْسَبَنَّ الَّذ۪ينَ يَفْرَحُونَ بِمَا أَتَوْا وَيُحِبُّونَ أَنْ يُحْمَدُوا بِمَا لَمْ يَفْعَلُوا فَلَا تَحْسَبَنَّهُمْ بِمَفَازَةٍ مِنَ الْعَذَابِ وَلَهُمْ عَذَابٌ أَلِيمٌ. Etdikləri əməllərə görə sevinən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan, təriflənməyi xoşlayan kəslərin əzabdan qurtulacağını əsla zənn etmə, hesab etmə. Etdikləri əməllərə görə sevinən və etmədikləri işlərə görə tərif olunmağı xoşlayan kəslərin əzabdan qurtulacağını zənn etmə. Onlar üçün şiddətli, əlim verici bir əzab vardır. Qardaşlar, qınamağın ən açıq şəkli güya nəsihət edirmiş kimi insanın etdiyi pislikləri açıb ortaya tökmək, yaymaq və istər xüsusi, istər ümumi bütün nöqsanları ifşa etməkdir. Sanki bir nəfərə güya nəsihət edirsən, sanki güya onun xeyrinə danışırsan, onun bütün qüsurlarını, pisliklərini, şəxsi qüsurlarını açıb ortaya tökürsən, onu biyabır edirsən. Onun nöqsanlarını ifşa edirsən. İnsanın bunu etməkdəki məqsədi nəsihət etmək yox, ayıblamaq və əziyyət verməkdir. Əgər bir nəfərin gizli olan, başqalarına gizli qalıb sənin bildiyin gizli əməllərini açıb ifşa edirsənsə və bunun adına nəsihət qoyursansa, bu nəsihət deyil.
Bu ayıblamaq və əziyyət verməkdir. Bu Allah Azze ve Celle'nin kitabında birçok ayələrlə qınanılan münafiqlərin xüsusiyyətlərindəndir. Allah Azze ve Celle gözəl bir əməl edən veya gözəl bir söz danışan və bununla gizlədiyi çirkin bir məqsədə çatmaq istəyən kəsləri qınamış, bu sifəti nifaqın xüsusiyyətlərindən qəbul etmişdir. Danışanda gözəl danışırsan, gözəl əməl edirsən, amma məqsədin, niyyətin çirkindir. Allah Azze ve Celle sənin məqsədini, niyyətinə baxmışdır, önəm vermişdir. Və buna görə münafiqləri qınamışdır. Bunu münafiqlərin xüsusiyyəti olaraq hesab etmişdir. Allah Azze ve Celle münafiqlərin üzərindən pərdəni qaldırdığı və çirkin niyyətlərini göstərdiyi Tövbə surəsində buyurur ki, müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq məqsədi ilə əvvəldən Allaha və onun Rəsuluna qarşı müharibə edən kimsəni gözləmək üçün məscid tikənlər əlbəttə biz yaxşılıqdan başqa bir şey istəmədik deyə and içərlər. Allah şahiddir ki, onlar yalancıdırlar. Fikir verin qardaşlar, məscid dikmək ən gözəl əməllərdəndir. Kim bir məscid tikərsə, Allah Resulü sallallahu aleyhi ve sellem buyurur ki, kim bir məscid tikərsə, Allah da ona cənnətdə bir ev tikər. Yəni ən gözəl ibadətlərdəndir. Amma buna baxmayaraq Allah Azze ve Celle məscid tikən münafiqlərin məqsədlərini açıb ortaya qoydu. Məscid tikən münafiqlərin əməllərini yox, məscid tikməsini yox, onların çirkin niyyətinə önəm verdi. Nə dedi? Məscid tikməklərdəki niyyətləri, məqsədləri nə idi? Müsəlmanlara zərər vurmaq, küfr etmək, möminlərin arasına təfriqə salmaq, Allah və onun Rəsuluna qarşı müharibə edən kəsləri gözləmək, güdmək. Ali-İmran surəsi yuxarıdakı surənin 188-ci ayənin nazil olma səbəbi aşağıdakı hadisədir. Allah Resulü sallallahu aleyhi ve sellem Yahudilərdən bir şey haqqında soruşdu. Onlar da həqiqəti gizləyib, onun əksini xəbər verdilər. Allah Resulü sallallahu aleyhi ve sellem də Yahudilərin doğru cavab verdiklərini zənn etmişdir. Yahudilər isə buna sevinmiş və özlərindən soruşulan şeyi gizlədikləri üçün sevinmişdilər. Əbu Said el-Xudri radiyallahu anh buyurur ki, Allah Resulü sallallahu aleyhi ve sellem cihada çıxdığı zaman münafiqlərdən bəzi kəslər çıxmadılar. Onlar Allah Resulü sallallahu aleyhi ve sellemin əmrinə qarşı çıxaraq cihada çıxmadıkları üçün sevinirdilər. Buna görə də bu ayə nazil oldu. Cihad əmri gəldi, münafiqlər çıxmadı və buna görə sevinirdilər. Bu ayə nazil oldu. Yəni qardaşlar, bu xüsusiyyət Yahudilərin və münafiqlərin xüsusiyyətidir. İnsanın xəbis bir məqsədə çatması üçün kənardan baxdıqda gözəl görünən bir əməl etməsi və ya bir söz söyləməsi Yahudilərin və münafiqlərin xüsusiyyətidir. Əslində danışığı gözəldir, əslində sanki sənə nəsiyyət edir, əslində sanki ümmətə nəsiyyət edir, müsəlmanlara nəsiyyət edir və yaxud gözəl bir əməl edir, amma niyyəti xəbisdir. Bu münafiqlərin və Yahudilərin sifətidir. Həmin kəs bu gözəlliyin görülməsini istəyir və bunun vasitəsilə xəbis məqsədinə çatır. İçində əksini gizlədiyi halda özünün yaxşı bir insan olduğunu göstərən bir əmələ görə sevinir və gizlədiyi məqsədə çatır. Həmən kəs saxtakarlıqla öz hiləsini həyata keçirir və özü üçün böyük bir fayda əldə edir. Bu xüsusiyyətə sahib olan kəs qətiyyətlə bu ayənin müxatabı, bu ayənin hədəfidir. Bu kəs şiddətli bir əzabla qorxudulmuşdur. Misal olaraq, insanın bir nəfəri qınamaq, qüsurlarını saymaq istəməsi və digər insanların ondan nifrət etməsi üçün eyiblərini açması. Sanki nəsiyyət edilmiş kimi başqalarının yanında onun qüsurlarını açır, eyiblərini açır və məqsədi nədir? İnsanlar ondan nifrət etsin. Məsələn, bir kəs məşhur bir alimin zəif bir görüşünü rədd edə bilər. Məşhur bir alimdir, bir görüşündə xəta edib. Həmin görüşünü rədd edirsən. Başqa birisi isə həmən alimi ucaldan, sevən kəslərin yanında bu hadisəni yayaraq belə deyir. Filan kəs bu alimdən nifrət edir, onu qaralayır və s. Beləliklə o alimi ucaldan hər kəsi aldadır. Onlara həmən kəsə nifrət etmələri üçün təlqinlər edir. Güya o bu etdiyi şeylə həmən alimi qorumuş, ona dillə əziyyət edilməsinə mane olmuşdur. Öz zənninə görə bu, Allah Azze ve Celle'yə yaxınlıq üçün ona itayətdir. Nəsiyyət edirmiş kimi görünən bu kəs,
əslində iki çirkin haramı cəm etmişdir. Sanki nəsihət edilmiş kimi görünən bu kəs iki çirkin haramı cəm etmişdir. Nədir onlar? Birincisi, bu alimin görüşünü rədd etməyi nifrət və qaralamağa çevirir. Yəni, bir alimin görüşünü rədd etmək normal bir şeydir. Qurana və sünnətə zidd olan bir görüşünü rədd etmək normal bir şeydir. Onun görüşünü rədd etməyi nifrət və qaralamağa çevirir. Sanki sən həmin alimdən nifrət edirsən, sanki sən ümmətin alimlərinə buğz edirsən, qəbul etmirsən. Bəzən bunu etməklə güya möminlərə nəsihət edir. Güya elmi gizləməyin haram olduğunu deyir. İkinci, din alimlərini müdafiə etmək adı ilə nəsihət şəklində pis məqsədlərinə çatmaq üçün həmin kəsi qaralayır. Şərəf və vəzifə sahibi kəslərin etdikləri əməlləri görə insanlardan tərif və bəyənilmək gözləmək də bu sinifə daxildir. Hansı sinifə? Etmədikləri əməllərə görə və yaxud etdikləri əməllərə görə təriflənməyi sevmək yahudilərin və münafiqlərin sifətləridir. Şərəf və vəzifə sahibi, hər hansı bir vəzifə sahibi, hər hansı bir şərəf sahibi, bu xeyriyyəçi də ola bilər, bu bir dəvətçi də ola bilər, dəvət eləyir, etdiyi dəvətinə görə bunu tərifləmirlər, buna övgülər, türklər demişkən yağdırmırlar, bunu hər yerdə övmürlər, bu da ondan qəzəblənir. İnsan və insanlardan tərif gözləyir, insanlardan onu ucaltmasını gözləyir, amma onun nəticəsini görmür, qəzəblənir. Bu onun etdiklərinə görə onu tərifləməyən kəslərə əziyyət verməsinə səbəb olur, artıq başlayır onları alçatmağa. O bir yaxşı əməl edər və insanlar içində bununla tanınmaq, təriflənmək istəyər. İnsanlar onu tərifləmədikdə isə məqsədinə çatmadığı üçün qəzəblənər və onlara əziyyət verməyə, onları qınamağa, alçatmağa başlayar. Halbuki təriflənməyə layiq olmaq, bundan razı olmaq, özünü tərifləməyən qullarına əzab etmək yalnız Allah Əzzə və Cəllə üçün münasibdir. Bu səbəblə hidayət öndərləri insanların etdikləri əməlləri tərifləmələrini, insanlara qarşı etdikləri yaxşılıqları dilə gətirməyi qadağan etmiş və yalnız tək və şəriki olmayan Allah Əzzə və Cəlləyə şükürlərini artırmağa əmr etmişdilər. Çünki bütün neymətlər və gözəlliklər ondandır. Ömər bin Abdülaziz rahiməhullah bu haqda çox diqqətli idi. Bir dəfə həcc etmək üçün toplanmış insanlara oxumaq üçün valiyə bir məktub yazdı. Məktubda valiyə insanlarla xoş davranmasını, uğradığı zülümlərdən onları xilas etməsini əmr etdi. Və məktubda belə yazmışdır: bütün bunlar üçün sadəcə Allaha şükür edin. Şübhəsiz, o məni öz nəfsimlə baş-başa tərk etsəydi, mən də digər insanlar kimi olardım. Ömər bin Abdülaziz, yəni o dövrün Əməvi xilafətinin ən ədalətli xəlifələrindən idi. Ondan əvvəlki xəlifələr bir çox zülümlər etmişdilər. Və o məktubda yazır ki, bütün bu zülümləri rədd edin, bütün bu zülümlərin qarşısını alın və buna görə də sırf Allaha şükür edin. Amma o zülümlərin qarşısını alması üçün özünün təriflənməsini qadağan etmişdir. Yenə bir dəfə Ömər bin Abdülaziz rahiməhullahın yanına bir nəfər qadın gələrək baxdığı 4 yetim qıza maaş təyin etməsini xahiş etdi. Ömər 2 qız üçün maaş kəsdi və qadın buna görə Allaha şükür etdi. Bunu eşidən Ömər rahiməhullah 3-cü qıza da maaş təyin etdikdə qadın yenə də Allaha şükür edir. Ömər rahiməhullah buyurur ki, biz yalnız şükür sahibinə şükür etdiyin üçün onlara maaş veririk. Ömər rahiməhullah bununla vəzifə sahibi olmağın sadəcə Allahın əmri ilə olduğu və qulları Allaha itaat etdirmək, onları Allahın haramlarından çəkindirmək, Allaha dua etmələrini nəsihət etmək olduğunu göstərmək istəyirdi. O dinin və izzətin yalnız Allaha aid olduğunu göstərmək istəyirdi. Həmçinin o, Allah Əzzə və Cəllənin haqlarını yerinə yetirərkən səhv etməkdən də qorxurdu. Beləliklə, Allah Əzzə və Cəlləni sevənlərin məqsədi insanları Allahı sevməyə, ona itaət və ibadət etməyə yönəltməkdir. Onlar belə məsələlərdə insanlarla yarışmazlar. Onlar insanlardan əvəz və təşəkkür gözləməzlər. Etdiklərinin əvəzini yalnız Allahdan gözləyirlər. Ömər ibn Xattab radiyallahu anh buyurur ki, Allah Rəsulü sallallahu aleyhi və səlləm belə buyurdu: Xristiyanlar Məryəm oğlu İsa'nı şişirtdikləri kimi məni də şişirtməyin. Şübhəsiz mən sadəcə bir qulam. Mənim haqqımda Allahın qulu və elçisi deyin. Bu hədisi İmam Buxari rivayet etmişdir.
Allah Resulü sallallahu aleyhi ve sellemin xəlifələri və onların ardınca gedənlər adil örnəklər idi. Onlar insanları özlərini ucaltmağa çağırmazdılar. Əksinə, tək olan Allahı ucaltmağa, ibadəti və itaəti ona yönəltməyə çağırardılar. Peyğəmbərlər və onların yolunu gedənlər Allaha dəvətdə qarşılaşdıqları əziyyətlərə səbr edər, insanlardan gördükləri münasibətlərə səbirli şəkildə qarşılıq verərdilər. Hətta onlar qarşılaşdıqları bu çətinliklərdən razı idilər. Şübhəsiz ki, sevən kəs sevdiyini razı etmək üçün qarşılaşdığı çətinliklərdən həzz alar. Şübhəsiz ki, sevən kəs sevdiyini razı etmək üçün qarşılaşdığı çətinliklərdən həzz alar. Ömər bin Abdülazizin oğlu Abdülməlik rahimehullah xəlifə seçilən atasına deyir ki, atacan, mənim və sənin üçün Allah yolunda qazanlar qaynadılsa, sevinərəm. Mənim və sənin üçün Allah yolunda qazanlar qaynadılsa, yəni qızmar qazanlara atılsaq, bu Allah yolunda olarsa, sevinərəm. Bu, Allah yolunda olanların, Allah Əzzə və Cəllənin dini üçün çalışanların, müsəlmanların birləşməsi üçün, müsəlmanların, İslamın izzəti üçün çalışanların, Peyğəmbərlərdən günümüzə qədər olan bütün möminlərin sifətidir ki, onlar əsla təriflənməyi qəbul etməzlər. Onlar əsla təriflənməyə can atmazlar. Onlar əsla insanlar onların gördükləri əməlləri qiymətləndirmədikdə, tərifləmədikdə qəzəblənməzlər. Bundan ruhdan düşməzlər. Bununla etdikləri yaxşılıqları tərk etməzlər. Əksinə, buna daha da davam edərlər. Əksinə, bunun Allah Əzzə və Cəllə tərəfindən qəbul olunduğunu, Allah Əzzə və Cəllənin hər şeyə şahid olduğunu bildikləri üçün daha da həvəslənərlər. Subhanəkə Allahumma və bihamdik. Əşhədu ən la ilahə illə ənt. Əstəğfiruka və atubu ileyk.